Siyasi məhbus hesab edilən bir məhkumun adı belə bu dəfəki əfv sərəncamına salınmayıb. Hüquq müdafiəçisi Arif Yunus hesab edir ki, bu ona görə belə oldu ki, Prezident İlham Əliyevə yetərincə beynəlxalq təzyiq yoxdur. Milli Məclisin İnsan Haqları Komitəsinin sədri isə tənqidləri qəbul etmir. Söhbət İlham Əliyevin bugün mayın 26-sında imzaladığı əfv sərəncamından gedir. Sərəncama görə 175 məhkum azadlığa çıxır, 25-nin isə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılır. Bir sıra hüquq müdafiə təşkilatlarının açıqlamasına görə Azərbaycanda hazırda 360-dan çox siyasi məhbus var. Niderlandda yaşayan hüquq müdafiəçisi Sülh və Demokratiya İnstitutundan Arif Yunus iddia edir ki, kimin əfvə salınacağını nə əfv komissiyasının üzvləri müəyyənləşdirir, nə də ailələrdən, məhkumlardan edilən müraciətlər. Onların məhkumluq tarixçəsi əsas götürülür. İlham Əliyev, hər şey onun əlindədir əlbəttə ki, o komissiyandan heç nə aslı deyil, hər şey bir nəfərin əlindədir. O bir nəfər də həmişə nəyə fikir verir? Təzyiqlərə. Təzyiqlərə olmasa İlham Əliyev könüllü heç kimi azadlığa buraxmaz. Başa düşün, bir dəfəlik Azərbaycan qeyri-demokratik diktator rejimdir, qapalı ölkədir. Əfsuslar olsun ki, son vaxtlar ilk növbədə Amerikada o hakimiyyət dəyişikliyi və Trump gəldi hakimiyyətə. Trump'dan sonra vəziyyət biraz xoşa gəlməyən yəni yollar getdi. İnsan haqlar biraz qaldı kölgədə, belə deyək. Ona görə belə təzyiqlər hələ ki yoxdur. Arif Yunus diqqəti ona çəkir ki, bundan öncə heç vaxt hüquq müdafiəçilərinin siyahısında bu sayda siyasi məhbus olmayıb və deyir ki, Azərbaycanda 2023-cü ildən başlayaraq siyasi məhbusların sayı kritik həddə artmağa başlayıb, azalma müşahidə olunmur. Amma əfv komissiyasının üzvü Milli Məclisin İnsan Haqları Komitəsinin sədri Zahid Oruc əfv sərəncamına düşənlər, sərəncamın hazırlanma mexanizmi ilə bağlı səslənən tənqidlərlə razılaşmır. Deyir, məhbusun əfv siyahısına düşməsi üçün hər şeydən əvvəl müvafiq əsasnaməyə uyğun olaraq o özü müraciət ünvanlamalıdır. O cür qiymətləndirilmələrə təəssüf edirəm. Düşünürəm ki, qeyri-obyektiv yanaşmadır. Özlərinin dövlətin bu aktını, qərarını qiymətləndirmədəki subyektiv mövqelərini sanki bu ümumilli akta, ümumilli addıma tətbiq eləyirlər. Ora pərçim eləyirlər, hətta belə deyərdim. Çünki məhbuslar bir-birindən fərqləndirilməzdir. Konstitusiyon hüquqlara eyni dərəcədə malikdirlər. Orada hansısa bir siyasi şəxsin olub-olmaması 220-yə yaxın insanın bugün sadəcə 71-ci əfv fərmanından faydalanmasına münasibətdə heç bir amil olmamalıdır. Bu öz-özlüyündə mühüm bir hadisədir, mühüm bir nəticədir və sayırıq ki, buna da elə obyektiv də mövqe göstərmək lazımdır. O addımı alqışlamaq gərəkdir. Lakin eyni zamanda başqa şəxslərlə bağlı tələbləri varsa, bu da onların hüququdur. Qətiyyən onu kimsə onlara yasaq eləmək istəmir. Ölkədə son 2 ildə maliyyə cinayətlərində suçlanaraq həbs olunan təkcə jurnalist və ictimai fəalların sayı artıq 30-u keçib. Onların peşə fəaliyyətlərinə görə siyasi sifarişlə cəzalandırıldıqlarını əksər beynəlxalq təşkilatlar da iddia edir. Amma rəsmilər ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər. Beynəlxalq insan haqları qurumları hökuməti siyasi məhbus siyahısındakı şəxsləri azad etməyə çağırıblar.